Azərbaycan ordusu düşmənin hər hansı təxribatının qarşısını almaq, adekvat cavab vermək gücündədir. Vətən müharibəsində qazanılan zəfər bunun ən yaxşı nümunəsi oldu. Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarından biri də polkovnik leytenant Orxan Əkbərovdur. Şəhid qanı axmayan torpaqdan vətən olmaz deyirlər. Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Bu əbədiyyətə qovuşanlar isə heç vaxt unudulmur. 44 günlük vətən müharibəsi zamanı Füzulinin azad olunmasında göstərdiyi şücaətlə tanınan polkovnik leytenant Orxan Əkbərov kimi yaşasaydı 40 yaşını qeyd edəcəkdi. 10 il hərbiçi xanım olduğumdan qürur duyduğum kimi 3 ildir də vətən müharibəsi qəhrəmanı xanımı adını daşıyıram şərəflə. Orxan yaşamı ilə hər kəs üçün bir nümunə, şəhadəti ilə tarix yazan qəhrəman oldu. Həm igidliyi, həm də hərbi biliyi ilə vəzifə borcunu yerinə yetirən Orxan Əkbərov kəşfiyyatçı kimi müxtəlif dövrlərdə düşmən təxribatının qarşısını alıb. 44 günlük vətən müharibəsində düşmən səddinin keçilməsi isə həyatının ən xoşbəxt günü idi. Ümumiyyətlə, mənim hərbiyə gəlməkdə Orxan çox böyük əməyi var ki, onun hərbiçi olmağından mən həmişə qürur duydum və onun xidmətini davam etdirmək üçün, onunla bərabər bu yolda adlanmaq üçün bu yolu seçdim. Polkovnik leytenant Orxan Əkbərovun döyüşlərə yüksək əhval-ruhiyyədə girməsi əskərlərdə qələbə əzmini artırıb. Düşmənin məhv edilməsində xüsusi rəşadətlə döyüşən zabit 2020-ci il oktyabrın 6-sında Füzuli döyüşləri zamanı şəhid olub. Polkovnik leytenant Orxan Əkbərovun 2 övladı vətənə əmanət qalıb. Mən atamla həmişə fəxr edirəm, bugün də fəxr edəcəm. Mən atamla son dəfə danışanda mənim ad günümə çox yaxın idi. Atamın iş yerində idim və mənim ad günüm çox yaxınlaşmışdı. Mən atamdan soruşdum ki, haçan ad günümə gələcəksən? Və mənim atam dedi ki, qızım söz verirəm, işim bitəndə icazə alıb gələcəm. Şəhid polkovnik leytenant Orxan Əkbərovun xatirəsini anmağa toplaşanlar onun keçdiyi ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan bəhs etdilər. Şəhadətindən sonra vətən müharibəsi qəhrəmanı adı alan Orxan Əkbərov vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Rüstəm Mikayılzadə, Elvin Qəhrəmanov, Günel Habil qızı, ASTV xəbər.